Geldiğimiz bugünkü ziyarətgah, bugünkü ziyarətgahların içində sonuncusu və ən əsas olanlardan biri və bəlkə birincisidir. Həzrəti Peyğəmbərimiz Məkkə şəhərində doğulub bilirsiniz. Məkkə şəhərindən bir neçə dəfə ona sui-qəsdlər hazırlayıblar ki, öldürsünlər. Peyğəmbərimizə hazırlanmış bu sui-qəsdlərdən birində Allah Teala onu agah eləyir, köçür. Peyğəmbər doğulduğu öz ata-baba şəhəri olan Məkkə şəhərini tərk edir, köçür Mədinə şəhərinə. Köçmək ərəb dilində hicrət deyirlər, hicrət. Köçdü, yəni hicrət elədi. Bizim bildiyimiz milad təqvimindəki indi 2026-cı ilin yanvar ayının 11-idir. Hicri təqvimi ilə də Rəcəb ayıdır. Peyğəmbərimiz həmin ildə Məkkədən Mədinəyə köçdüyü artıq başladı hicrət ili. Hicrətin ili ümumiyyətlə yadımızda qalsın. Hicri təqvimi bunu ilə bağlıdır ki, Peyğəmbərimiz Məkkədən Mədinəyə köçdü. Peyğəmbərimiz Mədinədə gəlib dayandığı ilk yer bizim indi daxil olacağımız ilk yer olacaq. Yəni bu yer olacaq, bu yer olur. Yerin adı Quba məntəqəsidir. Mədinə şəhərində yerləşir. Böyük ərazi olduğundan və xüsusi adı olduğundan elə xüsusi məntəqə kimi qeyd olunur. Quba məntəqəsi. Məscidin də adı adlanır Quba məscidi. Peyğəmbərimizin şəxsən göstərişi ilə tikilən İslam aləminin ilk məscididir.